Heç özünüzə sual vermisiniz ki, niyə olduğumuz kimiyik? Yəni, bizi biz edən əslində nədir? Bəzən elə gəlir ki, şəxsiyyətimizin dərinliklərində böyük sirlər yatır. Amma bəlkə də bütün cavablar biz heç xatırlamadığımız qədər erkən bir dövrdə, uşaqlığımızın ilk illərində gizlənib. Baxın, bu elə bir sualdır ki, yəqin hamımız ya özümüzə, ya da ətrafımızdakı kiməsə baxıb vermişik. Necə olur ki, insanlar bu qədər fərqli olur? Bu fərqliliklərin kökü hardan gəlir? İnanın ya inanmayın, birazdan görəcəyik ki, bu sualın cavabı tualet tərbiyəsi kimi ilk baxışda çox sadə görünən bir şey də gizlənə bilər. Bəli, bu həqiqətən də çox cəsarətli bir fikirdir. Təsəvvür edin, Freud deyirdi ki, bizim bütün gələcək xarakterimizin, davranışlarımızın təməli, həyatımızın ilk bir neçə ilində sanki bir binanın bünövrəsi kimi qoyulur. Gəlin, bugün o bünövrənin içinə baxaq, görək orada nələr var. Yaxşı, gəlin bu maraqlı səyahətin yol xəritəsinə baxaq. Əvvəlcə bizi hərəkətə gətirən o daxili mühərriki, o görünməz qüvvələri kəşf edəcəyik. Sonra uşaqlığımızın 5 pərdəli dramını səhnə-səhnə izləyəcəyik. Təbii ki, bu yolda nələrin səhv gedə biləcəyinə də toxunacağıq, sonda isə bütün bunlardan sonra Freud'in bizə bugün nə dediyini anlamağa çalışacağıq. Deməli, hər şeyin təməlində Freud'a görə bizim içimizdə gedən daimi bir mübarizə dayanır. İnsan davranışını idarə edən fundamental bir münaqişə. Gəlin bu daxili döyüşü bir anlayaq. Freud'a görə psixotikamız sanki iki əks qüvvənin daimi döyüş meydanıdır. Bir tərəfdə eros var, yəni həyat instinkti. O bizi qurmağa, yaratmağa, sevməyə və həyatda qalmağa sövq edir. Digər tərəfdə isə tanatos var, yəni ölüm instinkti. O isə bizi dağılmağa, aqressiyaya və hər şeyin başladığı o ilkin sükunət halına qayıtmağa çağırır. Əslində bütün həyatımız bu iki nəhəng instinkt arasında bir tarazlıq axtarışından ibarətdir. Libido sözünü eşidəndə ağlımıza adətən cinsi enerji gəlir, elə deyilmi? Amma Freud üçün bu anlayış daha geniş, daha fundamental bir şey idi. Onun üçün libido həyat instinktinin, yəni erosun yanacağı idi. Təsəvvür edin, bir avtomobilin hərəkət etməsi üçün benzinə ehtiyacı var. Bax, bizim də sevmək, yaratmaq, dostluq etmək, ümumiyyətlə həyata bağlanmaq üçün məhz bu psixi yanacağa ehtiyacımız var. Yaxşı, bəs bu psixi enerji, bu libido bizi necə formalaşdırır? İndi nəzəriyyənin tam ürəyinə gəlib çıxdıq. Freud'a görə uşaqlıq bir-birindən fərqli və hər biri özünə məxsus dramatik mərhələlərdən ibarət bir səyahətdir. Bu, Freud'un hazırladığı psixoseksual inkişafın xəritəsidir. Gördüyünüz kimi, həyatımızın ilk 12 ilində biz bu 5 mərhələdən keçirik. Hər mərhələdə isə libidomuz, yəni o həyat enerjimiz, bədənimizin fərqli bir hissəsinə, fərqli bir həzz mərkəzinə fokuslanır. İndi gəlin, bu mərhələlərdən ilk üçünə, yəni ən kritik olanlarına daha yaxından baxaq. Deməli, oral mərhələdə körpə üçün bütün dünya ağızdır. Sevgi də, qida da, həzz də eyni mənbədən gəlir. Sonra gəlir anal mərhələ. Burada əsas mübarizə tualet tərbiyəsi ətrafında cəryan edir. Bu, uşağın nəzarət, qaydalar və müstəqilliklə ilk ciddi tanışlığıdır. Və nəhayət fallik mərhələdə diqqət mərkəzi cinsiyyət orqanlarına keçir və uşağın öz cinsiyyət kimliyinin təməlləri məhz burada atılır. Və bəli, fallik mərhələ bizi birbaşa Freud nəzəriyyəsinin ən məşhur, eyni zamanda ən çox mübahisəyə səbəb olan hissəsinə gətirib çıxarır. Hər bir ailənin dərinliklərində şuursuz şəkildə yaşanan o universal psixoloji drama. Bu, Edip kompleksinin, belə desək, qısa xülasəsidir. Proses anaya qarşı şuursuz bir istəklə başlayır, ataya qarşı rəqabət hissinə çevrilir və cəza qorxusuyla pik nöqtəsinə çatır. Freud'a görə, uşaq bu dözülməz vəziyyətdən çıxmaq üçün bir yol tapır. Atasıyla rəqabət aparmaqdansa onun kimi olmağa qərar verir və məhz bu prosesdə cəmiyyətin qaydalarını, düz və səhv anlayışlarını mənimsəyir. Yəni, onun superegosu, başqa sözlə vicdanı formalaşır. Bu çox güclü bir fikirdir, elə deyilmi? Freud demək istəyirdi ki, bu sadəcə qədim bir Yunan mifologiyası hekayəsi deyil. Bu, hər birimizin şuursuzluğunun dərinliklərində taşıdığı universal bir hekayədir. Yaxşı, bəs bu mərhələlərdən biri uğurla keçilməsə nə baş verir? İnkişaf yolunda, belə deyək, tıxanıb qalmaq mümkündürmü? Freud'a görə bəli, nəinki mümkündür, hətta yetkinlikdə yaşadığımız bir çox psixoloji problemin kökü də məhz bundadır. Freud bu vəziyyəti fiksasiya adlandırırdı. Yəni, əgər bir mərhələdə uşağın ehtiyacları ya heç ödənilməzsə,
ya da əksinə həddindən artıq ödənilərsə, psixi enerjimizin bir hissəsi sanki o mərhələdə donub qalır. Məsələn, ətrafınızdakı o həddindən artıq səliqəli, hər şeyi nəzarətdə saxlamağa çalışan inadkar bir dostunuzu düşünün. Freuda görə o, şuursuz olaraq hələ də uşaqlığındakı anal mərhələsindəki o tualet tərbiyəsi münaqişəsini yaşayır. Freud şübhəsiz ki bir inqilab başlatdı, amma elm heç vaxt bir yerdə dayanmır. O son nöqtə değildi, başlanğıc idi. Ondan sonra gələn mütəfəkkirlər onun ideyalarını götürdülər, bəzilərini inkişaf etdirdilər, bəzilərini isə tamamilə yenidən yazdılar. Gəlin indi görək, psixologiya ondan sonra necə təkamül etdi. Baxın, bu cədvəl əslində psixologiyanın təkamülünü çox aydın göstərir. Freud əsas diqqəti instinktlərə yönəltmişdisə, Margaret Mahler kimi mütəfəkkirlər fokusu mənim formalaşmasına, yəni körpənin anasından psixoloji olaraq necə ayrılıb fərdiləşməsinə keçirdi. Erik Erikson isə daha da irəli getdi. O dedi ki, inkişaf sadəcə uşaqlıqla bitmir, bu bütün ömrü boyu davam edən və cəmiyyətlə bağlı olan böhranlar seriyasıdır. Yaxşı, bütün bunları nəzərə alsaq, bugün Freud bizim üçün kimdir? Onun nəzəriyyələri hələ də aktualdır, yoxsa o sadəcə psixologiya muzeyində qalmış, yaxamızı qutara bilmədiyimiz bir tarixi kabusdur? Əslində, Freudin mirası olduqca ikilidir. Bir tərəfdən, şuursuzluğun gücü, uşaqlıq təcrübələrinin bütün həyatımıza təsiri, müdafiə mexanizmləri kimi ideyaları, bunlar müasir psixologiyanın təməldaşlarıdır. Amma digər tərəfdən, onun bir çox fikri, xüsusilə də cinsəlliyə həddindən artıq vurğu etməsi və qadın psixologiyası ilə bağlı olan nəzəriyyələri ciddi elmi sübutlardan məhrumdur və öz dövrünün mədəni qərəzlərini əks etdirdiyi üçün sərt şəkildə tənqid edilir. Cavab yəqin ki heç biri və ya hər ikisidir. Freud bizə özümüz haqqında düşünmək üçün tamamilə yeni bir dil verdi, yeni bir çərçivə təqdim etdi. Və bu dil, istər qəbul edək, istərsə də etmək, hələ də şuursuzluğumuzda bizimlə danışmağa, pıçıldamağa davam edir. Bəlkə də əsas sual onun tamamilə haqlı olub olmaması deyil. Bəlkə də əsas sual budur. Onun qaldırdığı suallar bizi özümüzü anlamaq üçün hələ də hara apara bilər?